Ey bağışlayanların ən bağışlayanı, mənə bağışladığın hədiyyə indi hardadır? Böyüklər bağışladığı hədiyyəni geri almırlar. Yusifimi mənə qaytar. Yusifimi mənə qaytar, yalvarıram. Harda olursansa ol, Allah səni qorusun oğlum. Mən inanıram ki, sən sağsan. Sən bir daha evlatlarımızdan soruş gör, Yusifi neyniyiblər? Bəlkə bu dəfə öz səhvlərini etiraf eləyib, həqiqəti deyələr. Sən Yusifin ölmədiyinə nədən bu qədər əminsən? İki səbəbə görə. Biri budur ki, Yusifin köynəyini canavar parçalamamışdı. İkincisi də ürəyim məni heç vaxt aldatmaz. Yaxşı. Ümidim olmasa da yenə soruşaram. Mən istəyirəm, onlar öz günahlarını etiraf eləyib tövbə eləsinlər ki, bəlkə Allah onları bağışlayar. Öz gözümdən görməmişəm. Amma dəqiq bilirəm ki, Yusifi qurd yiyib. Neçə dəfə deyim? 1000 dəfə desəz yenə də yalan deyirsiniz. Kaş ki, indi uşaq olaydınız. Mən də çubuqla bədəninizi göyərdəydim. Əgər Yusifi qurdu yiyibsə, bəs köynəyini niyə salamat gətirmişsiniz? Biz hardan bilək, ya? Bizim üçün də məmalı qalıb, bu işdən baş aça bilmirik. Hamınıza nifrət eləyirəm. Siz yalan deyirsiniz. Yusifi canavar parçalamayıb, canavar sifətlilər parçalayıblar. Canavar sifətlilər. Bilirəm. Yenə də deyiblər ki, Yusifi qurd yeyib. Ümidvaram ki, çox gec olmamış. Səhvlərini başa düşərlər. 160 bin! Gör necə qullardır. 170 kim daha çox verər? 170 bin! 170! Əla! Yorulmaq Bir bunlara baxın. Necə ətli qanlıdılar. 180 bin! 180? Həm Deyəsən 190 eşitdim. Həm də maldarlığı. Kim 200 verər? 200 bin. 200 bin. Nə qədər? 220. 220. 100. Hay qardaşım, nə 100? Deyirəm, həm əkinçiliyi bilirlər, həm də maldarlığı. Nə 100, ay qardaş? Yox. Onlar işlətmək olmayacaq. Ən azı 250. Nə 250? Səmir qulun cüssəsinə bax. Ayaq üstə canı çıxır. Kim 250 verər? Bütün bazara axtarsan bundan yaxşı pul tapmazsan. Bir baxın. Görün necə sakit sözə baxanlar.
Hər işlər sizə kömək olacaqlar. Yaxın gəlin. Alsaz, uduzmazsın. Bura gəlin. Mənə bacarıqlı iş bacaran kənizlər lazımdır. Gəlin, yaxın gəlin. Kənizə 50 dibindən çox vermərəm. 50 dibi. Bu kənizə. Bunu istəyirəm. 50 dibin. Hey, sən kəniz alan deyilsən. Get, yeri. 100 dibi. Kəniz var. Neçə? 100. 100? Yox. 100 yox. Siz bir baxın görün. Necə kənizlərdir. Hər işdə sizə kömək edəcəklər. İkisinə 200 verirəm. 200? Yox, 200 yox. 200'den yukarı. En aşağı 200. 200'den yukarı. Malik. Onu satma. Mən elə özüm də onu satmağa razı deyiləm. Amma görmürsən, özünün buna meyli var. Bu qulun qiyməti neçədir? Mən qul satmağı bacarmıram. Təkcə bunu bilirəm ki, bu gözəl, ağıllı, savadlı bir quldur. Başqa xüsusiyyətləri də var ki, onun qiymətini xeyli artırır. Onu ucuz satmaq fikrim yoxdur. O məbəd üçün yaxşı xidmətçi ola bilər. Daha sonralarsa cəmaatı kahin kimi məbədə cəlb eləyər. Çalış ki, onu alasan. 50 dibinlə başlayın. 50 dibinlə razısan? Cənab, onun qiyməti bundan bahadır. 100 dibin. O bundan çox qiymətlidir. Kim daha yaxşı qiymət təklif edər? Gelin. Gelin, əla kənizlərdir, belə kənizləri bütün bazarı gəzərsən, tapa bilməzsən. Gelin. Lap aşağı qiymətə də verərəm, gelin. Gelin baxın, görün necə kənizlərdir. Uduzmazsınız, alın. Hər işdə sizə kömək olacaqlar. Cənab Putifarı seçim zövqünə görə təbrik eləmək lazımdır. O qul almaq üçün ən yaxşı satış yeri seçib. Xoş gəlmisiniz. Ümidvaram ki, bu qullar sizin razılığınızı qazanmağa nail olacaqlar. Xoş gəlmisiniz. Bax, bu qul düz 2 atı əvəz eləyə bilər. Neçəyədir? 200 dibin. Fikir verin, qoyun kimi avamdır. 100 dibindən artıq vermərəm. Cənab, bu qullar daha qiymətlidir. Gelin. Mən belə gözəllikdə uşaq görməmişəm. Görəsən neçəyə satacaqlar? Gəzərsən, tapa bilməzsən. Gelin. Lap aşağı qiymətə də verərəm, gelin. Gelin baxın, görün necə kənizlərdir. Uduzmazsınız, alın. Hər işdə sizə kömək olacaqlar. Qəmgin olma, Yusif. Bugün onlar sənin müştərilərindir. Bir gün sən onların hamısını alacaqsan. Onlar məndən nə istəyirlər? Niyə bura yığışıblar? Gözəllik hamının vücudunda var, amma görünmür. Sənsə elə bir gövhərsən ki, cəmaat sənin tamaşana gəlib. Onlar öz vücudlarının əsl həqiqəti olan Yusifin tamaşasına durublar. Niyə onlar öz batini gözəlliyini göz yumaraq mənim gözəlliyimin alıcısıdırlar? Batini gözəlliyi görməyə bəsirətli göz lazımdır. Amma sənin vücudunda cilvələnmiş həqiqəti adi göz də görə bilər. Yusif, hər adamın gözü olsa da bəsirəti olmur. Deməli, mən də onlar kimiyəm. Əgər öz qəlblərinin həqiqətini dərk etsəydilər,
məni almağa bu qədər həvəs göstərməzdilər. Bunlar özləri də bilmədən Allahın xəlifəsinin şövqündədirlər. Yusif, mələklərin Həzrəti Adəmi ziyarət eləmək arzusunda olduğunu eşitmisənmi? 250 dibin. Kim daha çox verər? Dillən. 250 dibin. 300 dibin. 300 dibin. 300 dibin. Kim daha çox? 320 dibin. 350 dibin. Kim daha çox verər? 500 dibin. 500 dibin. Bundan da artıq dəyəri var. Kim daha artıq qiymət təklif edər? O çox qüvvətlidir. Tək canına dəmirdən olan öküzü sürüyə bilər. Hə, cənab. Bunu da apar. Çox yaxşı seçim elədiniz. Deməli 3 qul 600 dibin eləyir. $50 dibin? Yox, nə danışırsan? 250-dən aşağı vermərəm. 250 dibin. Cənab, onlar çox yaxşı qullardır. Ona 300 dibin ver. Axı bu heç mayası eləmir. Nə qədər? Yox, qardaşım. Sən bir bu qula bax. Yox. Ən aşağısı 220 dibin. Hərəkət elə. Min 10 dibin. 1020 dibin. 1100 dibin. Putifar rəqabətə başladı. İndi biz neyniyək? Qoyma o qalib gəlsin. Putifar bugün məğlub olmalıdır. 1200 dibin. 1300 dibin verirəm. 1300 dibin. Daha çox verən yoxdur? Düzdür, qiymətdə 8-10 qulun dəyərində olsa da, eybi yoxdur. Çalış ki, rəqabətdə. Putifardan geri qalmayasan, nə olursa olsun qalib gəl. 1500 dibin verirəm. 1500 dibin. Daha çox verən yoxdur? Bu biabırçılıqdır. Elə bil mal alıb satırlar. Əgər bu uşağı tanısaydılar, bütün ləl cəvahiratlarını ayaqlarının altına tökərdilər. $2000? 2 dəfə artıq. 3000 dibin? $3000 dibin. 3000 dibin. Misirin böyük sərkərdəsi, ordunun başçısı cənab Putifar 3000 dibin təklif eləyir. Cənab Putifar 3000 dibin təklif elədi. Cənab Putifarla rəqabətə kimin cürəti çatar? Mübarək olsun, bu qulam sizindir. Sizi inandırıram ki, ədəbli, kamallı, savadlı qul almısınız. O sizin üçün xoşqədəm və bərəkətli qul olacaq. Bu qul cənab Putifara satıldı. Getdik.
Ay cəmaat, ən yaxşı qullar buradadır. Gəlin bura, gəlin baxın. Züleyxanı çağır. Cənab, bu cür cəvahiratı hardan gətirmisiniz? Almışam. Özü də çox baha qiymətə. Nə qədər vermisinizsə, yenə də azdır. Onu satan axmağı o dünyaya göndərməyə lazımdır, ölülər aləminə. Hamı qul satır ki, əlinə ləl cəvahirat gəlsin. Görəm bu nadan satıcının ağlına nə gəlib ki, bu cür dəyərli gövhəri satıb. Belə tərifə layiq deyiləm. Mən adi bir qulam. Putifarın sarayına xoş gəlmisən, oğlum. Təşəkkür edirəm, cənab. Deyəsən bizim üçün yaman darıxmısınız. Belə tez qayıtmağınızın səbəbini soruşa bilərəm. Bu hədiyyəni bəyənirsən? Mən bu uşağı hardasa görməmişəm. Bəlkə yuxuda, ya da ki... Bilmirəm. Hər halda mənə tanış gəlir. Cənab Putifarın səliqə və zövqünə alqış demək lazımdır. Misilsizdir. Sənin adın nədir? Yusif. Yusif ya Arami adıdır.
Ya da İbrahim. İbraniyəm. Şam məntəqəsindəki Kənan əhlindən. Onların sənəti çobanlıqdır. Qoyun otarırlar. Yusif? Yusif? Yox. Mənim bədəvi və səhra qəbilələrinin qeyri-adi adlarından xoşum gəlmir. Əgər icazə versəniz, ona Misir adlarından birini verərdim. Bu uşaq məndən sənə hədiyyədir. Necə istəyirsən çağıra bilərsən. Mən öz tanrıma sonsuz dərəcədə minnətdaram. Əgər icazə versəydiniz, Yusif üçün bir Misir adı təklif eləyərdim. Buyur. Yusif adına yaxın olan ad Yuzarsif. Yuzarsif? Pis deyil. Yuzarsif çox gözəldir. Bundan sonra səni Yuzarsif çağırsam, razı olarsan? Əgər sizin xoşunuza gəlirsə, mən də razıyam. Qulaq asın, mənim sizdən yeganə istəyim budur ki, Yuzarsifi əziz və yaxşı saxlayasınız. Bəlkə bizə faydası ola bilər. Əgər Züleyxa onu bəyənsə, gələcəkdə oğulluğa götürərik. Niyə də olmasın? Yuzarsifdən yaxşı kim olacaq ki? Gördünüz? Gördünüz nə qədər gözəl idi? Hələ ömrümdə ondan gözəlini görməmişəm. Yəni o quldur? Çöhrəsindən heç qula oxşamırdı. Bura sənin otağındır. Xoşuna gəlir? Təşəkkür eləyirəm, xanım. Çox gözəldir. Yuzarsifin istirahəti üçün lazım olan hər şeyi hazırlayın. Pərverdigara, məni köləlikdən xilas edib rahatlıq, asayiş bəxş elədiyinə görə sənə şükr eləyirəm. Ey Yusif, Allah sənə bu cür uca məqam və mənsəb inayət elədi. Səni quyunun dibindən çıxarıb izzət və cah-cəlala çatdırdı. Sənə hadisələrin yozulması elmini öyrətdi ki, bununla yuxu yozanlardan daha bilikli olasan. Onların elmini və dilini bilmək üçün heç bir müəllimə ehtiyacın olmayacaq. Minnətdaram. Ey mehriban pərverdigarım, minnətdaram. Sən uduzdun, Malik. Əgər Yusifi özündən neçə dəfə ağır, ləl cəvahirata satsaydın belə, yenə də ziyan eləyərdin. Böyük ziyan.
Heç bilirsən nə danışırsan? Tufanda itməyimiz yadındadır. Sonra da heyvanların şorsu quyusunun yanında dayanmaqları. Səncə nəyə görə idi? Sənin çoxlu gəlir əldə eləməyin üçün, yoxsa Yusifin xilası üçün? Mənim fikrimcə o şor quyunun suyu da Yusifin bərəkətindən şirinləşdi. Yusifə sillə vurmağımın və əlimin qurumasının macərası yadınızdadır? Məyər Yusifin duası və toxunması ilə şəfa tapmadım? Cənab Malik, əgər yadınızdadırsa, Yusif məni də ölümdən xilas elədi. Mən Yusifin duası ilə şəfa tapdım. Hə, Yusifin duası ilə. Yusifin sayəsində bu qədər xeyir tapıb, çoxlu əl-cəvahirat qazandın. Yusif heç də adi insan deyildi. Bunlar hamısı möcüzədir. Bunu yalnız ilahi peyğəmbərlər eləyə bilər. Axı, niyə mən buna başa düşmədim? Bəs bu Yusif kim idi axı? Niyə əsl nəsəbini mənə demədi? Lənət olsun sənə Filey, halımı pozdun! Bu vaxtda kimi elə bilirdim ki, xeyir qazanmışam. Amma indi özümü zərərə düşmüş görürəm. Ey Filey, mən bir qul yox, övliya, bəlkə də ilahi peyğəmbərlərdən olan azad bir şəxsi satmışam. Məyər onun danışığında o qədər ədəbi, rəftarında bu qədər böyüklüyü görmürdün? Onun saf qəlbini, ayna kimi təmiz ruhunu niyə görmədim? Mən bugündən əvvəlki daş tanrılarımı oda atıb, onun Allahını seçirəm. Yox, mən bu ziyanı aradan qaldırmalıyam. Bir iş görmək lazımdır. Hara? İndi bir şey eləmək olmaz. Sübhədək səbr elə. Cənab Putifarın sarayı hardadır? Hey, nə istəyirsiniz? Cənab Putifarla işim var. Gərək əmir Rudamundan icazə alasınız. Dalınca gəlin. Cənab əmir, bunlar cənab Putifarı görmək istəyirlər. Misirin əzizi cənab Putifarla nə işiniz var? Ona bir qul satmışam. Deyin ki, dünən ona bazarda qul satan Malik gəlib. Soruşdum ki, nə işiniz var? Dünən pulu ondan biraz artıq almışam. Gərək təkcə özünə qaytarım. Burada gözləyin. Nə olub, Rudamun? Dünən sizə qul satan tacir sizinlə görüşmək istəyir.
Deyəsən keyfin yoxdur, Yüzərsif. Burada olmağıma görə şadam, amma qul olmağıma görə yox. Məyər biz səninlə qul kimi rəftar eləyirik? Sizin rəftarınız böyüklüyünüzdən irəli gəlir. Mənim bu hissimsə qul olmağımdan. Afərin. Yerində və düşünülmüş cavab verdin. O həm yazmağı, həm də oxumağı bilir. Mənim ona böyük ümidim var. Deməli, hər cəhətdən yaxşıdır. Amma məncə dili biraz uzundur. Xanım, arxayın olun ki, boş-boş danışmağı öyrəşməmişəm. Bundan sonra cənab Putifarın və sizin icazəniz olmadan heç nə danışmayacağam. Afərin, belə daha yaxşıdır. Sən haralısan? Valideynlərinin adı nədir? Axı sizin üçün nə fərqi var, xanım? Çölləri gəzib qoyun otarmağın nəyindən danışsın biçarə? Sənin fikrini soruşan oldu? Amma Yusifin çöhrəsi onun böyüklüyündən və əsilzadə olduğundan xəbər verir. Nədir tacir? Yoxsa peşman olmusan? Bəli. Yox. Gəlişimin səbəbini deməmişdən qabaq, necə deyim, Yusiflə təklikdə görüşüb vidalaşmaq üçün sizdən icazə istəyirəm. Başa düşürəm. Yüzərsifin ağıl və kamalı hamımızı məftun edib. Onları görüşmək üçün qonşu otağa aparın. Görürsən, Yüzərsifdən ayrılmaq nə qədər çətindir. Mən sənin adını və əslini soruşmaq üçün gəlmişəm. Deməsən, buradan heç yana getməyəcəm. Sizə dedim axı, mən quyu... Xeyr! Bunu əvvəl də eşitmişəm. Səni tək olan Allaha and verirəm. Kim olduğunu mənə de ki, ürəyim rahat olsun. Gərək dediklərimi heç kəsə deməyəcəyinə. Allahın huzurunda söz verəsən. Söz verirəm. İbrahimin Allahına and içirəm. Mən Yusif ibn, Yaqub ibn, İshak ibn İbrahiməm. Ey vay! Vay olsun mənə! Biz əmi oğluyuq. Sən İshakın nəvələrindənsən. Mən də İsmail Zəbiullahın. Allah məni bağışlamayacaq. Bu nə işdir mən sənin başına gətirdim? Axı, mən niyə səni satdım? Mən bilirdim ki, biz əmi oğluyuq. Satılmağımdan zərrə qədər də narazı deyiləm. Belə görünür ki, mən Misrə gəlməli və satılmalıydım. Baş verənlər Allahın iradəsi ilə böyük bir hadisənin başlanğıcı üçündür. Gərək bu qədər möcüzələrdən sonra anlayaydım ki, sən adi bir insan deyilsən. Sən peyğəmbərsən. Vay olsun mənə, mən peyğəmbəri satmışam. Bu rüsvayçılıqdan sonra başıma nə çarə qılıb? Sakit olun. Ayağa qalxın. Dedim axı, bu hadisələr baş verməli idi. Mən öz risalətimi yerinə yetirmək üçün Misirə gəlməliydim. Siz təkcə xeyir işə səbəb və vasitəçi oldunuz. Təşəkkür edirəm. Bu səhvi düzəldəcəm.
Al. Bu sənin qul olduğunu sübut eləmək üçün sahiblərinin imza elədiyi sənəddir. Bunu gizləd. Sən burada qal. İstəmirəm bizim danışığımızın və mübahisəmizin şahidi olasan. Mən Misirin əzizi cənab Putifardan üzr istəyirəm, amma məcburam ki, alver sövdələşməmizin ləğv olunması üçün xahiş edəyəm. Mən Yusifi satmıram. Afərin, afərin. Bir saat əvvəl səni Yusif kimi gövhərin dəyərini bilmədiyin üçün axmaq hesab eləyirdim. Amma görürəm ki, bu belə deyil. Sən də bu gövhərin dəyərini dərk eləyirsən. Amma deyəsən, biraz gecikmirsən. Satmamışdan əvvəl gərək fikirləşəydin. Artıq gecdir. Cənab, bütün yığdığım var dövlətimi Yusifin əvəzinə verməyə hazıram. Xahiş edirəm, onu mənə qaytarın. Məyər cənab Putifarın Yusifi heç bir qiymət müqabilində sizə qaytarmayacağını eşitmədiniz? Mən də sizə ərz elədim ki, balverdən peşmanam. Biz Yusifi satmayacağıq. Onsuz buradan gedən deyilik. Əgər bir də boş-boş danışsaz, hər ikinizi zindan atdıracam. Gedin buradan. Mən Yusifsiz heç yerə gedən deyiləm. Cənab, qoyun Yusifi özümüzdən aparaq. Rudamun! Onları zindan apar. İlahi, özün şahid ol, mən Yusifi aldım, amma Yusifi satmadım. Onu mənə qaytarın. Mən onu satmıram. Aparın onları zindana. Qaytarın Yusifi. Qaytarın. Mən onu satmıram. Yusifi bizə qaytarın. Qaytarın Yusifi. Yusifi qaytarın. Zindana. Yusifi mənə qaytarın. Yusif, özündən müahit ol, Yusif. Yusifi qaytarın. Mən onu satmıram. Cənab, onları bağışlayın. Onlar mənə görə özlərini xətərə saldılar. Onlar buna layiqdir, cəzalarını da almalıdırlar. Xahiş eləyirəm. Yalnız Yuzarsifə xatir bağışlayıram. De ki, onları azad eləsinlər. Həbslərinə lüzum yoxdur. Yuzarsif, səndə nə var ki, həmin o qul alverçisi sənin əvəzinə bütün var dövlətini vermək istəyir? Nə deyim, xanım? Məndə nə ola bilər ki? Mən Allahın zəif bir bəndəsiyəm. Deməli, belə çıxır ki, Yuzarsifin bizə heç bir borcu qalmadı. Çünki ondan ötürü ödədiyimiz pullar özümüzə qayıtdı. Cənab, mən qədir bilməz deyiləm. Sizin məhəbbətinizi dinar və dibin ilə dəyişməyəcəyim. Mən bu dəyərli hədiyyə üçün sizə təşəkkür eləyirəm. Kari ana, Yuzarsifi yundurub təzə pal-paltar geyindirəndən sonra yanıma gətirin. Baş üstə, xanım. Fikir verirsən, Yuzarsif başqalarından fərqli olaraq heç vaxt baş əymir. Eybi yoxdur. Yavaş-yavaş öyrənər. Məncə o bilərəkdən baş əymir. Mən Yusifi geri istəyirəm. Onu mənə qaytarın. Yusif! Çıxardın bunları buradan. Mən onu satmıram. Yusifi geri qaytarın. Yusifi mənə qaytarın. Rədd olun buradan. Yusifi mənə qaytarın. Yusifi mən onu satmıram. Rədd olun. Yusifi qaytarın. Onu bizə qaytarın. Mən Yusifi istəyirəm. Yusifi mənə qaytarın. Yusifi qaytarın. Mən Yusifi istəyirəm.
Yusif! Yusifi qaytarın! Bəxtiniz gətirdi. Əgər Yusifin xətri əziz olmasaydı, zindanda çürüyəcəkdiniz. Bir də buralarda görünməyin. Gedin! Mən heç vaxt Yusifdən əl çəkən deyiləm. Görərsiniz. Canına yazığın gəlsin, get! Özünü bundan artıq bəlaya salma. Putifar və xanımın mənim kimi axmaq deyirlər ki, o cür dəyərli incini belə asanlıqla əldən versinlər. Biz ziyana uğradıq, Füley, ziyana uğradıq. Sən ziyan elədin, mən yox. Allahın lütfu ilə mən xeyir qazandım. Həyatımın ən böyük xeyrini. Xeyir tapdın? Necə? Sən Yusifi bir şey əldə eləmədən itirdin, Malik. Amma mən Yusifi itirdiyim üçün peşman olub, Yusifin Allahını tapdım. Keçən gecə karvansarada daş tanrılardan əl çəkib, Yusifin köməyi ilə tək Allahlıq kimi neymət əldə elədim. Düzdür. Allah and olsun ki, mən uduzdum. Allahın peyğəmbərini satmaqdan vaz keçsəm də, ömrümün axırına kimi özümü bağışlamayacam. Mən öz diyarıma qayıdandan sonra tək Allahlıq dinini yaymağa başlayacam. Nə qədər ki, Yusif buradadır, bu şəhəri tərk eləməyəcəm. Gedək karvansaraya.